Salam uşaqlar, bugün keçirilən qəbul imtahanı suallarının izahına baxaq. Deməli, hansı iri molekulu birləşmənin quruluş halqasında benzol nüvəsi yoxdur? Polistirolda aydındır ki var, çünki polistirolun quruluş halqası CH2, CH, benzol nüvəsi. Deməli, burada var. Ona görə biri götürə bilmərik. Bir getdi. Butadienstrol, o cümlədən yoldaşlar, lafsan nədir? Etilengglikolla tereftal turşusu. Tereftal turşusunda da benzol nüvəsi var da, deməli, lafsan lifinin tərkibində benzol nüvəsi var. Ona görə 1 ilə 3 götürə bilmərik. Cavab olur 2 ilə 4. Polibutadien, yoldaşlar, polibutadien CH2-CH2 qat rabitə CH3-CH2, polipropilen isə CH2-CH aşağı 1-CH3. Yəni formulları bilmək lazımdır. Sualın düzgün cavabı 2 ilə 4 D variantı. Hansı maddənin kükürdə vulkanlaşmasına rezin alınır? Cavab kauçuk. 62-də cavab olacaq A variantı. Deyildi axı, kauçukla kükürdə vulkanlaşmasına rezin alınır. Kükürdə artıq miqdarda götürdükdə isə ebonit. Hansı ifadələr alkenlər üçün doğru deyil? Su ilə reaksiyasına spirt alınır. Bəli. H-xlorla reaksiya daxil olunur. Yoldaşlar, cavab B variantı. Alkenlər H-xlorla birləşmə reaksiyasına daxil olur. Hətta orada məsələn Markovnikov qaydasından danışırdıq. Yəni ona görə 63-də sualın düzgün cavabı olacaq B variantı. 64-cü sual. Kükürt və SO2-ni müqayisə edirik. Natrium hidroksidinə reaksiya daxil olur. Yoldaşlar, hər ikisi yadınızdadır. Kükürt natrium OH-la verirdi. Natrium 2S, natrium 2SO3 üzərinə gəlinsin su. SO2 də natrium OH-la birin birə götürdükdə natrium HSO3 verə bilər. Deməli, bir ortaya gedəcək. Suda həll olur. Yalnız SO2. Adi şəraitdə bərk aqreqat halındadır kükürt. Oksigenlə reaksiya daxil olur. Hər ikisi 1-4 deməli keçir 3-ə. 2-2-yə, 3-də 1-ə, sualın düzgün cavabı Y variantı. 65-ci sualı baxaq yoldaşlar, görək nə verib. 1 mol ortofosfat turşusunun 1 mol natrium OH ilə reaksiyasından deyir ki, 1 mol normal duz alınır. Deməli, 1 mol normal duz. 1 mol normal duzsa yoldaşlar, normal duzda H sayı OH sayına bərabər olmalıdır. Əgər bunun 1 molunda 3 OH varsa, deməli, bu 3 mol natrium OH imiş ki, burada normal duz əmələ gəlib. İndi ikincidə verib turş duz əmələ gəlsin. Yoldaşlar, turş duzdursa H sayı OH sayından çox olacaq. Baxırıq 2H-dır. Deməli, o elə bu birin birə turş duz deyir. Yox, bu deməli birin birə reaksiya daxil olmalıdır ki, buradan turş duz əmələ gəlsin. Deməli, burada Y bərabər olacaq 1-ə, Y bərabər olacaq, fikrim bura gedir. Y 1-ə bərabər olanda burada natrium HSO4 alınacaq. Bu da aydındır ki, turş duzdur. İndi Z-ə baxaq. 1 mol normal duz. Yoldaşlar, HPO3 bir turşulu əsası. Deməli, normal duz almaq üçün H sayı OH sayına bərabər olmalıdır. Deməli, onda Z də 1-ə bərabərdir. Z də bərabərdir 1-ə. Burada sualın düzgün cavabı 4-5 eləyəcək. Cavab B variantı olacaq. Gəl bir də baxaq. Burada turş duz deyir. Turş duz deyirsə, bu Y2 natrium OH mol miqdarı, bu 1-in 1 olacaq. H sayı OH sayından çox. Yox, cavab 5 olacaq. B variantı. 66-cı suala baxaq. Natrium nitratın parçalanmasından, bəli, natrium NO2 oksigen, gümüş 1 nitratın parçalanmasından gümüş NO2 O2 düzdür. Reaksiya məhsullarına aiddir. Gümüş 1 oksid yox, oksigen bəli, natrium nitrit bəli, gümüş bəli, 2-dir, 3-dür, 4-dür. Sualın düzgün cavabı 66-da eləyəcək B variantı. 67-ci suala baxaq. 67-ci sualda görək bizə nə verib. Deməli, C2H2-dir, ayrılan istilik miqdarı reaksiya əsasən A bölünsün B-ni hesablayın. Gəlin baxaq yoldaşlar, reaksiya tənliyini yazaq. 2 mol C2H2 üzərinə gəlsin 5 mol oksigen, alındı 4 mol karbon qazı, üzərinə gəlsin 2 mol su, üzərinə gəlsin 2600 kilojoule enerji. Birinci verib ki, 13 qram C2H2 olan zaman, A qədər istilik miqdarı ayrılır. A qədər istilik miqdarı ayrılır. C2H2 isə 2 vurulsun 26-dır. 2 vurulsun 26-ya da yazırıq 2600. Buradan A bərabərdir. Neyniyib? 2-yə bölüb, bir də 2-yə bölüb. 2-yə böldük 1300, 2-yə böldük 650. A-nı tapdıq 650. İndi gəl B-ni tapaq. B nədir? 1300-ə nə qədər reaksiya daxil olar? Onda bunları buradan silək, yazırıq. 1000
1300-ə 1300-ə x qram reaksiya daxil olursa, daha doğrusu B qram reaksiya daxil olursa, bu nə qədərdir? 2 vurulsun 26. 2 vurulsun 26-ya da yenə 2600 2 dəfə azaldıb. Onda B də bərabərdir, elədi 26. Bizdən də A bölünsün B-ni, yəni 650-ni böləcəyik. Deməli, neçəyə? 26-ya. Deməli, 650-ni də 26-ya bölsək, birbaşa kalkulyatorda bölək. Nə qədər eləyəcək? 650 bölünsün 26, cavab 25. Sualın düzgün cavabı 67-də eləyəcək, C variantı. Gələk 68-ci suala. Tarazlığı SH5 OH-ın alınma istiqaməti, yəni sağa doğru yönəltmək üçün su əlavə eləsək, bəli, azalma bu istiqamətdə olacaq, deməli 1-i 1-dir. HCOH əlavə eləsək, əksinə bu istiqamətə gedəcək, 2 yanlışdır. Efir əlavə eləsək, bəli, bu istiqamətə gedəcək, deməli 3 doğrudur. Suyu çıxarsaq, azalma belə olduğuna görə sola doğru gedəcək, ona görə 4-ü götürmək olmaz. 1 ilə 3 cavab 68-də eləyəcək, Y variantı. Baxaq 69-cu suala. Tərkibində 25% mis olan sink və mis qarışığı. Deməli, bunun 25% sinkdir, onda yerdə qalır 75% mis. Olan qarşılıq xlor türküsü reaksiyasından bu qədər hidrogen alınır. Yoldaşlar, xlor türküsünə reaksiya daxil olan sinkdir. Sink üzərinə gəlsin H-xlor reaksiyadan alınır. Sink xlor 2 üzərinə gəlsin hidrogen. Deməli, bura bir 2 yazdıq. Nə qədər hidrogen? 0,4 mol hidrogen. 0,4 mola x qram yazıram. 65-ə də 1. Buradan x bərabərdir. Tapıram ki, deməli, 65-i vururam 0,4-ə, elədi 26. Yəni, bu qarışıqda 26 qram sink var imiş. Bizdən nə soruşur? Qarışıqda neçə qram mis olmuşdur? Yoldaşlar, qarışıqda olan 26 qram sinkin qarışığın 25%-ni təşkil edirsə, misə də bir x qram deyib 75% götürə bilərəm. Yəni, 3 dəfə çox. 26-nı da 3-ə vurduqda nə qədər eləyir uşaqlar? 78. 78. Sualın düzgün cavabı 69-da eləyəcək, D variantı. Gələk 70-ci sualı. Neytrallaşma reaksiyaları. Yoldaşlar, neytrallaşma reaksiyalar nədir? Əsas üzərinə gəlsin turşu. Əgər bu əsasdırsa, biz turşuları götürməliyik. Deməli, biri xlorid turşusudur, 2-dir, bir də sulfat turşusudur, 3-dür, bir də nitrat turşusudur, 5-dir. Sualın düzgün cavabı eləyəcək, Y variantı. Davam elə 71-ci sualla. Deyir, 20 qram şəkəri, 20 qram şəkər mənim həll olan maddəmdir. Neçə qram suda həll etmək lazımdır ki, yəni məhlul, həll olan maddə üzərinə gəlsin həll edici, yəni su vurulsun 100% bərabər 20% məhlul, 20 də 5-də 1 deməkdir. Buradan 20 üzərinə gəlsin su bərabərdir 100-ə, buradan suyu tapırıq, su da bərabərdir 80 qrama. Sualın düzgün cavabı 71-də eləyəcək, B variantı. Davam elə 72-ci sualla, görə bizə nə verib? Sirkə turşusunun kütləsi 60, homoloji fərq CH2 qədər fərqlənir. Butan turşusu, yoldaşlar, butan turşusu nədir? Yəni, karbon turşularında onsuz da 1-dən başlayır. Butan turşusu, ümumi formulda karbon turşularının CnH2nO2-dir. Eləmi? İndi butan turşusunda 4 karbon atomu var. C4H8O2. Bunun nisbi molekul kütləsini soruşur. 48, üzərinə gəlsin 8, üzərinə gəlsin 32. 48-in üzərinə 32, 80, üzərinə də 8, elədi 88. Sualın düzgün cavabı 72-də eləyəcək, B A variantı. Heç bu fərqdən istifadə etməyə ehtiyac da qalmadı. Gələk 73-cü suala. Benzol və asetilin molekulda olan atomların sayı A bölünsün B. Yoldaşlar, benzol nədir? C6H6. Molekulda atomların ümumi sayı 12 bərabərdir A-ya. Asetilin nədir yoldaşlar? C2H2. Atomların ümumi sayı 4-dür, o da bərabərdir B-yə. A bölünsün B, cavab 3 eləyəcək, 73-də cavab D variantı. Gələk 74-cü suala. Deməli, nə əlavə elə? H-xlor əlavə edirik X-in suda məhluluna. X-in suda məhluluna H-xlor əlavə edirik. Bu zaman alınır Y. Baxaq, dəmir sulfat. Yoldaşlar, bura biz H-xlor əlavə eləsək, xlorid turşusu sulfatı sıxışdırıb çıxarmaz. Xlorid turşusu nitratı sıxışdırıb çıxarmaz. Sulfatı sıxışdırıb çıxarmaz. Natrium OH-ın üzərinə xlorid turşusu əlavə eləsə, yoldaşlar, buradan alınan natrium xlor üzərinə gəlsin H2O. Y variantı da olmaz, bəli, cavab D variantı. Kalium karbonatını suda məhluluna H-xlor əlavə eləsək, xlorid turşusu karbonat turşusunu sıxışdırıb çıxarar. Buradan alınır kalium xlor, üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Y-də karbon qazı ola bilər, 74-də cavab D variantı.
75 etilen. Yoldaşlar, etilen nədir? Etilendə cəmi neçə sigma rabitə var? Yoldaşlar, etilen C2H4-dür. Atomların cəmindən 1 çıxırıq. 6 - 1 bərabərdir 5. Sualın düzgün cavabı C variantı. Və yaxud da formulu açaraq da tapa bilərsiniz. Yenə görəcəksiniz, etilendə 5 dənə sigma rabitə var. Hansı maddələr qaz aqreqat halındadır? Metalların əlavə əmələ gətirdiyi birləşmələr bərkdir. Silisium O2 qum bərkdir. Kalsium hidrit bərkdir. Mis 2 oksid bərkdir. Cavab karbon qazından ammoniak qazı. 76-da cavab eləyir D variantı. Gəlirik 77-ci suala. Şəkilə əsasən hidrogen qazı almaq üçün istifadə olunan X və Y-i müəyyən eləyin. Baxaq, yoldaşlar, mis xlorid turşusuna reaksiya daxil olmaz. Natrium burada karbon qazı alınır. Civə xlorid turşusuna reaksiya daxil olmaz. Dəmir odanda hidrogen qazı alınmaz. Dəmir 2 oksiddən buradan qaz alınmır. Cavab qalır A variantı. Dəmirin biz bilirik ki, H xlorla reaksiyasından alınır. Dəmir xlor 2 üzərinə gəlsin hidrogen qazı. Hidrogen qazının laboratoriyada alınma üsuludur. Davam eləyək yoldaşlar. 78-ci sualla. Deməli, 78-ci sualda bizə verilib iyonlar. Yazıram ki, X 11-23 müsbət. Yoldaşlar, deməli, bunun 10 elektronu var. Y 24N. İndi yoldaşlar, deyir ki, neutron sayıları AA. Aydındır ki, hər ikisi, deməli, bunun 23-dən 11 çıxdıqda bunun 12 neutron var. Bərabər verdiyinə görə, deməli, bunun da 12 neutron olacaq. Onda nisbat kütləsinə neutron çıxdıqda bunun protonu qalır. Yoldaşlar, verib elektron sayıları BB. Bunun 10 elektronu var. Deməli, bunun da 10 elektron olacaq. Yoldaşlar, elektron necə tapılır? Proton çıxılsın, nüvənin yükü bərabərdir elektrona. 12 - N bərabərdir 10-a. Buradan N bərabərdir müsbət 2-yə. İndi bizdən nə soruşur? N-i tapın, müsbət 2 cavab Y variantı. Və yaxud da şifahi görə bilərik ki, yoldaşlar, bu maqneziumdur. Maqnezium 12-24 deməli, müsbət 2 olur. Cavab 78-də olacaq Y variantı. Davam edə 79-cu sualdan. Kalsiumun fosforla qızdırıldıqda alınır kalsium 3P2, kalsium fosfid, oksigensiz duzdur. Bax, kalsium fosfid olacaq. Cavab olur 79-da C variantı. 80-ci sualda dünən dərsdə danışdığımız dissosiasiyadır. Normal duzlu, normal duzların tam dissosiasiyasına neçə mol iyon əmələ gələr? Yazırıq natrium 2SO4, natrium 2SO4 normal duzdur. Buradan alınacaq 2 natrium müsbət iyonu üzərinə gəlsin SO4, 2 mənfi iyonu, 3 mol iyon əmələ gəlir. Cavab 80-də eləyəcək C variantı. Gələk yoldaşlar 81-ci suala. Bu qədər mol karbon qazı və bu qədər mol azotdan ibarət olan qaz qarşı molekulların ümumi sayını hesablayın. Yoldaşlar, əgər necə hesablayaq? Deməli, karbon qazı və əlimizdə var azot qazı, moldur və molekulların ümumi sayı. Yoldaşlar, bunun əgər 1 molunda NA sayda molekul varsa, 0,3 molunda 0,3 NA sayda molekul olacaq. Bunun 1 molunda NA sayda molekul varsa, 0,2 molunda 0,2 NA sayda molekul olacaq. Onda bizdən cəmini soruşursa 0,5 NA sayda molekul olur. 0,5 ilə yoldaşlar 0,5 vurulsun 6,2 vurulsun 10^23. Yoldaşlar, o da bərabərdir yarısı. 3,01 vurulsun 10^23. Cavab eləyəcək 81-də Y variantı. Davam eləyək 82-ci sualların rahat bir sualdır. Spirt nədir? Molekulunda OH hidroksil qrupu olan birləşmələr. Etil spirti 82-də cavab A variantı. Çox gözəl suallar düşüb bu arada. Birinci qrupa. İndi birazdan 4-cü qrupu izah edəcəm. 83. Deməli, 2 mol kalium nitratın tam termiki parçalanması. Yoldaşlar, kalium nitratı termiki parçalayırıq. Buradan alınır kalium NO2, üzərinə gəlsin O2. Hökmən əmsallaşdırmaq lazımdır. Bura 1-2, bura 1-2. 2 mol kalium nitratın tam termiki parçalanmasına neçə mol oksigen? Yoldaşlar, elə görürük. 1 mol burada oksigen alınacaq. Gəlirik 84-cü suala. CnH2-2 formula malik olan turşu. Dayan bir dənə. CnH2 uşaqlar yazır. Bir dənə baxın. Aha. CnH2-1 COH formuluna uyğun olan turşular. Yoldaşlar, CnH2-1 COH bu artıq doymamış turşuların ümumi formuludur. Etan turşusu doymuş turşusu da olmaz. Stiarin turşusu doymuş turşusu da olmaz. Cavab olein turşusundan akril turşusu. Akril turşusunun ümumi formulu CH2 qat rabitə CH, COH akril turşusudur.
Olein, linol, linolen da yoldaşlar stearinin doymamış turşulardır. C17H33COH oleins, C17H31COH linol, C17H29COH da linolen olur. Yəni bu formula uyğun olacaq 3 ilə 4. Davam edirik 85-ci sualla. Görək 85-də nə verib? Deməli, mis üzərinə gəlsin HNO3. NO veribsə, deməli, duru ilə reaksiyasını aparır. Mis NO3 2 dəfə üzərinə gəlsin NO, üzərinə gəlinsin su. Yoldaşlar, mis sıfırdan mis gəlib müsbət 2, minus 2 elektron, azot müsbət 5-dən, azot gəlib müsbət 2-yə, deməli, müsbət 5-dən müsbət 2 üzərinə gəlinsin 3 elektron. Deməli, bura 1, 2, bura 1, 3, bura 1, 3, bura 1, 2. Misə 1, 3 yazırıq, mis oldu 3, bura 2 yazdıqda, onda nitrata nə qədər düşür? 3 dəfə 2, 6, 8, burada bir 4 düşür, burada bir 4 düşdü. İndi oksigenlərə baxaq, 24, 6, 18, 22, 24 düzəldi. Bizdən nə soruşur? Oksidləşdirici əmsal. Yoldaşlar, mis elektron verib, deməli, reduksiya edicidir. Onda bu olacaq oksidləşdirici. X-in cavabı 8, suyun əmsalı da 4. 8-i bölürsən 4-ə eləyəcək 2, cavab 2. 86-cı suala baxaq. Deməli, nə verib? Bizə verib sikloalkan, yəni CnH2n. Molekulda neytron sayı. Yoldaşlar, hidrogenda neytron olmaz. Karbon 12, 6. Deməli, neytron sayı hesablanır 6n-lə. Neytron sayını verib 18. Deməli, n bərabərdir 3-ə. Deməli, yoldaşlar, bu C3H6 imiş. Bizdən nisbi molekul kütləsini soruşur. 12-ni vurursan 3-ə, üzərinə gəlirsən 6. 36, 36-nın da üzərinə 6 cavab eləyəcək 42. Gəlirik 87-ci suala. Görək 87-ci sualda nə verib? Deməli, hər bir reaksiya yazaq. Kalsium oksigenlə reaksiya daxil olduqda kalsium oksid, natrium oksigenlə reaksiya daxil olduqda biz bir natrium peroksid, alüminium oksigenlə reaksiya daxil olduqda alüminium 2O3, litium oksigenlə litium 2O, kalium oksigenlə kalium O2 verəcək. A, B, C, D, Y. İndi birdən XO2. XO2 olan 1-ə gəlir kalium, Y variantı, 2, Y2O. Deməli, Y2O-dursa D variantı, yəni litium, D variantı. 2O2 də olacaq natrium, cavab B variantı. Y, D, B. Hamısı dərsdə danışdığımız şeylərdir, uşaqlar. Gələk 88-ci suala. Baxaq. Verib ki, reaksiya zamanı N2-nin mol sayı zamanı nasıl qrafik verilib. Reaksiya yazırıq ki, N2 üzərinə gəlsin 3H2 alınıb, deməli 2 mol NH3 üzərinə gəlsin 92 kJ. İndi yoldaşlar, deməli reaksiya tənliyində amonyakın əmələ gəlmə istiliyini və qrafik əsasən ayrılan istilik. Yoldaşlar, gəlin bir dənə baxaq. Azotun nə qədər sərf olunub? Bax, azot 3-dən düşüb 1-ə. Deməli, azot 2 sərf olunub. Azotun 1 sərf olunanda 92 kJ əmələ gəlirsə, deməli, azotun 2 sərf olunanda istilik miqdarı nəyə bərabər olacaq? X. X də bərabərdir 4, deməli, 18, 194 kJ. İndi bizdən nəyi soruşur yoldaşlar? Ona baxaq. Hava istidir. İndi görək bizdən nəyi soruşur? 2 molunu sərf olunanda ayrılan istilik miqdarı 194 kJ-a bərabərdir. 1. Amonyakın əmələ gəlmə istiliyi 2 əmələ gəlmə bərabərdir. İstilik miqdarını 194 tapdıq. Bölürük amonyakın əmsalını, yəni 2-yə. O da eləyəcək yenə 92 kJ bölünsün mol. Deməli, birincinin cavabı 92 kJ bölünsün mol. İkincidə qrafik əsasən ayrılan istilik miqdarını hesablayın. İkincidə isə istilik miqdarı 194 kJ olacaq. 194. Vay, bu kimdirsə diqqətsizlik edib. Davam edək 89-cu sualdan. Görək 89-da bizə nə verib? Deməli, turşular, sulfat, duru, qatı, dəmirlə reaksiyası alınan duzun. Yoldaşlar, dəmir üzərinə gəlsin H2SO4. Duru sulfatla biz bilirik ki, verəcək dəmir SO4 üzərinə gəlinsin. Dəmir SO4 üzərinə gəlsin hidrogen. Heç bir əmsal da yoxdur. Amma dəmirin qatı sulfatla reaksiyasından qatı ilə alınacaq dəmir 2SO4 3 dəfə üzərinə gəlsin SO2, üzərinə gəlinsin su. Əmsalsız işləyə bilərik görəsən.
Küçürdüm 4-dür. Küçürdüm 4-dür. Bura bir 4 yazaram. Dəmirim 2-dir. Bura bir 2 yazaram. Bir dənə görə alınacaq, yoxsa yox. Hidrogen nə qədərdir? Hidrogen 8, onda bura bir 4 yazaram. Bir dənə oksigenlərə baxaq. 16 oksigen, 12, 12-nin üzərinə 4. Yox, olmadı. Ona görə gəlin oksidləşmə ilə işləyək. Bəlkə nəyisə səhv yazdım. Üzərinə gəlsin H2O. Dəmir 0-dan, dəmir gəlir müsbət 3-ə, amma 2 moluna minus 6 elektron. Kükürt müsbət 6-dan, kükürt gəlir müsbət neçəyə? 4-ə plus 2 elektron. 6, 2, 2, 6, 1, 3. Kükürdə bir 3 yazdıq. Dəmirə onda 2 yazırıq. Onda kükürdün nə qədər olur? İkisinə düz getmişdim, deyəsən. 4, yenə bura bir 4 yazırıq. Bəs nəyi səhv yazdıq? Deməli, 4 dəfə 2, 8. Bura bir 4 yazırıq. Oksigenim 16, 12, 12-nin üzərinə 6. Nəysə səhv yazırıq. Bir dənə gözlüyün görüm uşaqlar. Nəyi səhv yazırıq? Dəmir üzərinə gəlsin H2SO4 qatı. Alınır buradan dəmir 2SO4 3 dəfə. Üzərinə gəlsin SO2, üzərinə gəlinsin su. Dəmir 0-dan, dəmir gəlir müsbət 3-ə, amma ikisi var minus 6 elektron. Kükürt müsbət 6-dan, kükürt gəlir müsbət 4-ə plus 2 elektron. 6, 2, 2, 6, 1, 3. Kükürdə bir 3 yazırıq, kükürdə bir 3 yazırıq. Kükürd o yoldaşlar, kükürd 4 niyə 6 olur? Bura bir 6 düşür. Deyirəm axı, bura onda bir 2 düşür, hidrogenə bura bir 6 düşür. İndi oksigenlərə baxaq. 6 dəfə 4, 24, 12, 12-nin də üzərinə 12, 24 düzəldir. Tələsdiyimdən səhv əmsallaşdıram uşaqlar, üzrü sayın. İndi 2 moluna ayrılan duzun. Yoldaşlar görürük ki 1 moluna 1 mol duz alınırsa 2 moluna deməli 2 mol duz alınacaq. 2 mol duzun da kütləsi 152-ni də 2-yə vurduqda 152-ni də 2-yə vurduqda 4, 11 ya da 304. Deməli x bərabərdir 304-ə. İkincidə elə 2 moluna 1 mol, yəni 400 alınacaq. Bizdən də x və y soruşur. Y də bərabər olacaq 400-ə. Çox rahat suallardır həqiqətən. Gələk 90-cı suala. Görək 90-cı sualda bizə nə verib? Deməli, qarşılıqda var A mol propen və B mol divinil. Yazırıq A mol propen C3H6 və B mol divinil, yəni C4H6. Qarşılıqda olan atomların ümumi mol sayı 28. Burada nə qədər atom var yoldaşlar? 9A. 9A üzərinə gəlinsin 10B bərabər 28-ə. Qarşılığın tam hidrogenləşməsinə. Yoldaşlar, bunun tam hidrogenləşməsinə 1 mol hidrogen, bunun tam hidrogenləşməsinə isə 2 mol hidrogen lazımdır ki, C4H10 olsun. Çünki bu tam hidrogenləşmə doymuş birləşməyə çevrilməlidir. Bu da C4H10. İndi 1 moluna 1 mol hidrogen sərf olunursa A moluna A mol, 1 moluna 2 mol hidrogen sərf olunursa buradan da 2B mol hidrogen sərf olunacaq. Onda 8 qram hidrogen verib. Deməli, buradan nə qədər hidrogeni 8 qram veribsə, deməli, bir də görək 1 moluna 1 mol, buradan A mol hidrogen. A mol hidrogenin kütləsi 2A qramdır. 2B mol hidrogenin kütləsi də 4B qədərdir. 4B qədər. O da bərabərdir, deməli 8 qram. Bir də baxaq. Deməli, 1 moluna 1 mol hidrogen isə A moluna A mol hidrogen. A mol hidrogenin kütləsi 2A qram deməkdir. 1 moluna 2 mol hidrogendirsə, deməli, B moluna da 2B mol hidrogen, 2B mol hidrogen də 4B qədər deməkdir. Bəli, düz yazdıq. İndi bizdən nə soruşur? A-nı və B-ni bizdən soruşur. Heç nə. Burada sistem tənliyə gələcək. 9 neyniyək? Heç nə yoldaşlar. Deməli, 9A A-nı B-ni tapmaq lazımdır. Neyniyək? Nəyi bərabərləşdirək? Yuxarını mənfi 2-yə vursaq, mənfi 18A çıxılsın 20B bərabərdir mənfi 56. Buradan aşağıını 9-a vursaq 18A üzərinə gəlsin 36B bərabərdir 72-yə. Buradan A-lar ixtisar gedəcək. Uşaqlar zəng edir, üzrü sayın. Deməli, buradan 16B bərabər 72-dən 56 çıxdıqda, 72-dən 56 çıxdıqda burada qalır 6. 16 mı edir? 16-ya, onda B də bərabərdir 1-ə. Bir də baxaq. Bəli, B də bərabərdir 1-ə. B-nin yerinə 1 yazdıqsa 2A üzərinə gəlsin 4 bərabərdir 8-ə. 2A bərabərdir 4-ə. A da bərabərdir 2-yə.
A da bərabər 2 olacaq. Belə uşaqlar, bilmirəm, indi buradakı uşaq düz yazıb ya yox. Belə, qəşəng maraqlı suallar idi. B bərabər 1-ə, A da bərabər 2-yə.